Merkezin direktörü İradə xanım. İradə xanım başda nə qədər deyim ki, bax o Əvvəl Çıxşədən xanım da, İradə xanım da siz bizim birliyin üzvlərini dəvət eləməlisiniz sizin birliyi. Buyurun, mənim böyük zalım var. Birlik Gülümlə həmin mərkəzə bizi dəvət eləməlisiniz. Bizim üzvlərlə tanış olsunlar. Yəni uşaqlar vardı, orada körpə uşaqlar var. Onlara bir master klası göstərmək, bir söhbət eləmək. Onlara maraqlı, buyurun. Mən çox lakonik danışacağım. Nagiyə xanım gözəl qadındır, gözəl insandır və onun o daxili və xarici gözəlliyi onun işlərindədir. Hər yaradıcı insan müəllim ola bilməz, amma siz bilin ki, siz gözəl müəllimsiniz. Siz gözəl uşaqlarla işləyirsiniz. Azərbaycanca bəlkə bu sözü tapa biləcəm. Massivi u nas kütləvi gəliş var bizim mərkəzə. Ona görə ki, gözəl bizim müəllimimiz var. Var Udacı. Nazan başka da var mı? Onu da buyurun. Aa, güzel geldi. Nasıl bu günler kimler? Online ben vermişim. Tekrar bir koçarsın. Vermişim. Yok sözümü dedim yapma. Yok sözümü. Yok yapma. Ev yok. Bir de verin. Bir de sen de çarşılarım ben. Bir tane hamur dedi, bir tane söz əlavə edəcək. O Nagiyə xanımı hamı tərəflərdə işlərim var. Nagiyə xanımın bir dənə üstəti var. Yəni o hamısının üstəti. Çox təmiz qəlbli, təmənnasız iş görəndir. Uşaqları sevəndir, işini sevəndir. Yəni bu gözəllik, o daxili gözəllikdən də yaşıyor. Sənə Yaptı çayda böyle. Çoğu görüyorsun biz gideriz mi? Ha, Nagiye davay. Ben sadece bir kəlməni deyəcəm. Gəlin ayaqlarınız var olsun. Danışalım. Danış orada. Cemaat üzerinden gözlüyorlar ki Nagiye Xanım ne diyor? Məncə kifayət qədər deyil. Tamam, indi serbest bakış olabilir. Problem.